Salam, blok sınaq 2-də birinci suala baxırıq. Bərabər yanlı trapesiyanın oturacaqları 25 və 7 cm, diaqonalı isə 20 olarsa bizdən onun perimetrini soruşur. Bərabər yanlı trapesiya yan tərəflər bərabərdir. Oturacaqları 7 və 25 və diaqonalı 20 verilib. Diaqonalı çəkdik buradan, buranı da 20 veriblər. İndi buradan hündürlüyü endiririk. Hündürlük çəksək. Buradan da hündürlük çəksək. Kiçik oturacaq 7 olduğuna görə, bu məsafə də 7-dir. 25-dən 7 çıxıram 18, bərabər bölürəm. Bu hissələr çünki bərabərdir bərabər yanlı trapeziyada. Olacaq 9, 9. Deməli, burada baxın. A, B, C düzbucaqlı üçbucaq alınır. A, B, C. Biz bu üçbucağı əsasən bunun hündürlüyünü tapa bilərik. Buraya yazaq 1H. Pifagor teoremi. Yəni, BC-nin kvadratı üstəgəl AC-nin kvadratı bərabərdir AB-nin kvadratına. AC-miz 9 üstəgəl 7, 16-nın kvadratı, üstəgəl H-ın kvadratı bərabərdir AB 20-nin kvadratı. H-ın kvadratı 400 minus 256, H olacaq 12. Hündürlük 12-dir. 12 digər katetdə 9-dur. Biz yan tərəfi tapa bilərik. Yan tərəfi bir C desək, yan tərəf C olsun. Pifagor ədədlərdir, yəni əzbər bilənlər bilir ki, 12-nin kvadratı və 9-un kvadratı bizə 15-in kvadratını verir. 144 üstəgəl 81, 225, C də olacaq 15. Digər yan tərəfdə 15-dir, bərabər yanlı trapezi olduğuna görə bizdən bunun perimetrini soruşur. 7 üstəgəl 25, üstəgəl 30. Olacaq, deməli, 62. Yəni, Y variantı.